Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını 11 bıçaq zərbəsi ilə öldürmək istədi. İttihama görə hadisə rayonun Qaraçlar məhəlləsi adlanan ərazisində baş verib. 1985-ci il təvəllüdü Şərafəddin Rəsulov, 1987-ci il təvəllüdü Sevinc Rəsulova ilə ailə həyatı qurub və birgə nikahdan 9 övladları olub. 2024-cü ildə Sevinc Rəsulovanın 9-cu uşağa hamilə olduğunu öyrənən Şərafəddin həyat yoldaşından şübhələndi və uşağın atasının başqa şəxs olduğunu düşünüb. O, həyat yoldaşının qonşusu ilə bir neçə dəfə söhbət etdiyini görüb və buna görə arvadı ilə mübahisələr edib. 2024-cü ilin avqustun 12-də Şərafəddin Rəsulov həyat yoldaşını öldürmək qərarına gəlib və bu məqsədlə Sevinci aldadaraq bankdan kredit götürmək bəhanəsi ilə rayon ərazisinə aparıb. O, banka çatdıqdan sonra kredit götürmək mümkün olmadığını deyib və geri qayıdıb. Kişi yolda arvadından uşağın atasının kim olduğunu soruşub. Qadın isə bu məsələnin ona aidiyyatı olmadığını deyib və ər-arvad arasında mübahisə yaranıb. Şərafəddin üzərində gəzdirdiyi bıçaqla arvadına 11 dəfə zərbə endirib. Həmin vaxt cütlüyün azyaşlı övladının da hadisə yerinə gəlməsinə baxmayaraq kişi cinayət əməlini davam etdirib. O, arvadının öldüyünü zənn edərək hadisə yerini tərk edib, polisə təslim olub. Azyaşlı uşağın köməyi ilə qadın xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi başlanıb və kişi həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsində hamilə həyat yoldaşını xüsusi amansızlıqla yargılamaqda təqsirləndirilən Yevlax rayon sakini Şərafəddin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə təqsirləndirən şəxsi hökm oxunub. Məhkəmənin hökmü ilə Şərafəddin Rəsulov 11 il 3 ay azadlıqdan məhrum edilib.